Allah'a şükür ki Allah bu gecəni də bura gəlməyi, İmam Hüseyin məclisində iştirak etməyi hər birimizə nəsib elədi. Allah ta Aşuraya qədər və gələn illərdə də hər birimizə İmam Hüseyin əzasında xüsusi olaraq bu 10 gündə iştirak etməyi nəsib eləsin inşallah. Və bu əzadarlıqlarda bizlə iştirak eləyənlər və bizdən ayrılıb əbədi aləmə qovuşanlar, başda şəhidlərimiz olmaqla, mərhum ustadımız olmaqla dünyadan köçənlərimizin Allah ruhunu şad eləsin. Dünən danışırdıq ki, insan sevgini lazım olmayan yerlərdə xərclədiyi üçün və sevgi xəzinəsi tükənir, eyni zamanda insanın Allahla rabitəsi kəsildikdə insan sevgisi məhdudlaşır. Demişdik ki, dünən birgə müzakirə eləmişdik ki, sevgini boş yerlərə xərcləmək olmaz. O şeylər ki, onlar bizim ehtiyacımız üçün yaradılıb, onlar yaradılmayıb ki, biz onları sevək, onlara sevgi göstərməyimiz bizim ziyanımızadır. Misalları qeyd etmişdik adi yaşayışımızla bağlı. İnsanın yaşayışına lazım olan şeylər, o şeylər ki, insana lazımdır, bu demək deyil, insan onları sevməlidir. Qidalanmadır, insanın su içməsidir, insanın yaşayışı üçün lazım olan evdir. Bunlar sevilmək üçün deyil, sevmək üçün deyil, ehtiyacları ödəmək üçündür. Rahat-rahat bunlarla münasibət qurub keçid eləmək lazımdır. Dedik ki, bir insan o dərəcədə arzulamasın filan növ yeməyi. Kaş bir dənə o yeməkdən olsaydı yeyərdim, ya o maşından olsaydı sürərdim. Nəfəs almasın insan dünya malıyla. İstifadə etsin, faydalansın, amma nəfəs almasın. Problem buradadır. Biraz qazanıram, kaş biraz da qazanaydım. Nə olaydı, biraz da pulum olardı, gedib filan kəsə çatardım. Sonra bu insanın nəfəsindən pis qoxu gələcək. Bu insan Allahla rabitə qura bilməyəcək. Çünki mənfi şeylərlə nəfəs alır. Hələ görmədik ki, bir nəfər dünya üçün özünü öldürsün, axırda özü ölməsin. Dünya üçün nə qədər özünü öldürənlər olubsa, axırda dünya qalıb yenə yerində ölüb çıxıb gediblər. Həyat belədir, yəni biz də belə olacaq. Bu dünyadan köçənlərə aid deyil təkcə. Bir bədənin ehtiyacıdır. Rahat ödə neçə dəqiqə burada çıxış edib keçirəm bugünkü demək istədiyim məsələyə. Bir bədənin ehtiyacıdır. Ödə bitsin. Sevgi niyə göstərirsən ki? Maşına sevgi niyə göstərməlidir ki insan? Diqqət göstərə bilərsən ki, Allah yetirib sənin üçün korlanmasın, xarab olmasın. Amma sevgi göstərmək üçün deyil axı. Yəni, sevgi orada göstərmək lazımdır ki, qarşılıqlı münasibət qurula bilir. Sən verirsən və qaytarırlar. Sən sevgi verirsən, o da sənə sevgi qaytarır. Sən burada itirmirsən, çünki sən də alırsan. Maşına sevgi verdin, nə verəcəksən? Daşa, divara, taxtaya sevgi verdin, nə verəcək sənə? Heç bir şey vermir axı. Ona görə ancaq sən xərcləyirsən. Deyir, sevgi bəsləmə, istifadə elə. Süleyman Peyğəmbər haqqında deyirlər ki, Süleyman Peyğəmbər həm Peyğəmbər olur, həm də padişah olur. O qədər əlində imkan, şərait, amma
özü çox sadə bir həyat tərzi yaşayır. Xoşlayır sadə həyat tərzini yaşamağı. Böyük alimlərdən biri vardı, nə qədər onun əlində imkanlar var idi, amma çox sadə həyat tərzi yaşayırdı. Dedilər ona ki, niyə görə də belə sadə həyat tərzi yaşayırsan, öz nəvələri? Dedi ki, mən bilirəm, bunlar mənim deyil. Bugün həyəcanlı şəkildə bunlardan istifadə edib, sonra əlimdən çıxacaq. O əlimdən çıxanda ki, yanıb töküləcəm olar. Çünki elə indi özüm öz əlimdən çıxarıram da, əlimdə ola-ola əlimdən çıxarasan. Əlində var, amma məhəbbət göstərmirsən, sevgi göstərmirsən ona, bağlanmırsan. Məsələ budur. Hesab edin, bir nəfər bir yola çıxır, yolda maşınla gedirsə, maşına yanacaq lazımdır, elə deyil. Elə sevilir maşına yanacaq vurmağı. Nə absurd daxil. Mən ölürəm də maşına yanacaq vurum. Nə mənası var? Bu yanacaq, onun üçün maşına tökürsən, sürürsən, müəyyən məsafəni qət edirsən, bitir gedir də o. Absurddur da bu. Yəni, insan bu məişətində nədən istifadə edirsə, o yanacaq kimidir. Biz fikirləşirik ki, bundan başqa bir şey yoxdur, ilişib qalırıq, xərcləyirik burada özümüzü. Xərcləyirik, sonra lazım olan vaxtda sevgi göstərməyə gücümüz çatmır. Dünyada nə qədər müsəlmanlar var? Dünyada müsəlmanlar az deyil axı. Dünyada çox müsəlman, çoxluğu müsəlmanlar təşkil, elə deyil. Niyə görə müsəlmanlar bir nöqtəyə vura bilmirlər? Niyə görə bir hədəfə vura bilmirlər? Hamının dilində Allah deyil, hamının dilində Peyğəmbər deyil, müsəlmandırlar da bunlar. İstənilən yol ayrıcında dayananlar, istənilən növ müsəlmanlar, hamısı müsəlmandır. Niyə bir nöqtəyə vura bilmirlər? Səbəb nədir? Çünki hərə bir şeyə xərcləyib gücünü, sevgi gücünü hələ bir şeyə xərcləyib. Görür ki, sevir, bir dəstə müsəlman olmayan görür ki, bunlar neyəsə sevirlər, onların başına onunla qatıb. Misal olaraq. Görür, başqa bir dəstə müsəlman neyəsə sevir, onların başına həmin o maddi bir dəyərlə qatıb. İlişib qalırlar orada. İndi ətraflarında sevgiyə ehtiyacı olan insanlar var. Fədakarlığa ehtiyacı olan insanlar var. Onlara artıq onlar kömək edə bilmirlər. Yatıb qalırlar. Dünəndən ta bu günə qədər belədir. Biganədirlər. Niyə biganədirlər? Çünki vaxtında sevgini boş yerə xərclədilər. Lazımsız şeylərə maraq göstərdilər. Müsəlman cəmiyyəti olaraq, fərdi olaraq demirəm. Lazımsız şeylərə maraq göstərdilər. Tükəndilər onlar da. İnsanlıq orada da tükəndi getdi. Bir ovuc qızılı allanıb çıxıb getdilər. Problemi var Şüreyh Qazinin. İbn Ziyad da bunu çox gözəl bilir. İbn Ziyad çox qəşəng bilir ki, Şüreyh Qazi qızıl həvəskarıdır. Sevgisi var qızıla. Amma o qazilik işində mahir bir qazidir. O qazilikdə qəzavət etməkdə mahir bir qazidir. Həzrət Əlinin gözünün qabağında qəzavət edib Şüreyh Qazi. Təsəvvür edirsiniz? Yəni, Əlinin qarşısında qəzavət eləmək böyük bir hünərdir. Amma dünyaya sevgisi var. Gəlirlər Şüreyh Qazinin, İbn Ziyad gəlir Şüreyh Qazinin yanına, bəs Hüseynlə nə edəyək? Mən istəyirəm Hüseynin ölüm fətvasını, hökmünü oxuyasan. Birisi nə deyir? Sən nə danışırsan? Peyğəmbərin balası Hüseynin ölüm hökmünü oxuyun. Hüseynə ölüm hökmü oxuyarlar. Deyir, yaxşı. Mən gedirəm, əskərlərim gələcək. Adamlarım gələcək yanıma. Bu gedəndən sonra adamları gəlir bunun yanına. O dövrdə balaca qızıl kisələri vardı. Bir neçə kisə göndərir onun üçün. Şüreyh Qazi onları görür, filan problemi aşıraram, filan problemi aşıraram. Deyir, bəlkə baxın, bəlkə elə Hüseyin istifadə edir statusundan. Görürsünüz? Bəlkə Hüseyin elə Peyğəmbərin nəvəsi olmağı statusundan istifadə edir, müsəlmanlar arasında fitnə yaradır.
Araşdıraram, İbn Ziyada deyin ki, araşdıraram. Araşdırır, İbn Ziyada xəbər göndərir ki, Hüseynin qətli vacibdir. Ola bilməz ki, mən bir zamanda yaşayım, Hüseyin kimisi ilə eyni zaman olmasın. Ola bilməz. Mərhum Üstad belə bir ifadə işlədirdi. Deyir, mömin o qədər diqqətli olmalıdır, biganə olmamalıdır ki, dünyanın bir yerində bir hadisa baş verirsə, sən ondan xəbər tutmursansa, sənin imanında problem var. Çünki ola bilməz orada baş verən hadisə başqa şeylərə toxunmasın. Səndən yan keçsin. Biganə olmağa nə gətirib gəlir, çıxarır? Saydığımız bu məişət sevgiləri. İnsanlar harada ilişib qalıblar? Harada ilişib qalmışıq daha doğrusu? Məişət problemlərində. Yəni 80 illik ömrün problemində ilişib qalmışıq. 70 illik ömrün problemində ilişib qalmışıq. Yəni üst təbəqə açılsa, görərsiniz ki, insanlar yəni işin həqiqəti ilə təzahür etsə, diqqətlə qulaq asın, iş həqiqəti ilə təzahür etsə, görərsiniz ki, insanlar əslində bir-birinin cibini cırırlar pul üçün. Yəni, bazarda da bilinmir, nə bilim, başqa bir əşya nalverində də çox görsəm, əslində bir-birinin evindən uğurluq edirlər. Ona yalan danışır, niyəsə görə. Əslində, hamı bir-birinin evinə girib də. Sadəcə, bəziləri ki, küfəllər kimi avam oğrudular, gedib birbaşa evin içinə girir, oğurluq edir. Biri profesional oğrudur, elə bazarda oğurluğunu edir rahat-rahat. O profesionaldır. Biri isə avam oğrudur. Gedir evə yıxıb qutarmamış, evdə gəlib tuturlar onu. Əslində, bilsən, nə qədər də bunun kimi oğru, sadəcə bu özünü yandırdı, bu özünü verdi əllərə. Çünki avamdır. Nə bu düz eləyir, nə o biri düz eləyir. Heç biri düz eləmirlər. Amma deməyim o da mahiyyət etibarla hamısı belədir. Hər kəs kiminsə pulundan kəsirsə, kimsə işlətdiyi fəhlənin pulundan kəsirsə, fəhlənin pulunu vermək istəmirsə, əlində olan qüdrətindən istifadə edir. Baxır, görür bir nəfər başqa heç bir iş yeri tapmır, amma ailəsinin xüsusi ehtiyacları var. Buna nə desəm, razılaşıb gəlib işləyəcək. 5 manat ver, onsuz da ehtiyacı var, gəlir. Bu oğrudur. 5 manat ver, onsuz da gəlib işləyəcək, bu oğrudur. Bu işin qiyməti 20 manatdırsa, bu 5 manata bunu işlədirsə, onun düşdüyü vəziyyətə görə bu oğrudur. Bunun vəziyyətindən oğruyur. Onun düşdüyü haldan oğruyur. Bir nəfər yol sürür, onsuz da mən getməsəm adamı yoxdur. Amma bu yol, bu məsafənin qiyməti bu qədərdir. Əgər o məsafənin qiymətini vermirsə, istifadə edirsə, istifadə edən hər kəs oğrudur. Oğrunun əsas planı nə vaxt baş tutur? Onda ki, istifadə etmək şəraiti yaranır. Ev əhli evin içində oğurluq eləyə bilmir ki. Elə deyil. Ev boş olanda oğurluq eləyir. Deməli, istifadə şəraiti yaranan kimi oğurluq eləyir. Bəzi insanlar açıq-aşkar ona görə oğurluq eləmirlər ki, çünki cinayətləri açılacaq və cinayətin ardını görürlər. Cəza prosesini izləyirlər, ona görə açıq-aşkar oğurluq eləmirlər. Yoxsa mahiyyəti etibarı onlar hamısı oğrudur. İcazənizlə bunu da deyim. Bugün düşüb, misal üçün, cəmiyyətin canına biraz pul tap, filan maşını alaq, əlim yandadır, evladı xəstədir, satır. Bunun üzərində xoşbəxtlik qurmaq olar. Oğurluq edirsən. Peyğəmbər gəlir, görür ki, biri dəvəsini satır. Neçəyə satırsan, ya Rəsulullah, ehtiyacım var, misal olaraq deyirəm, 4 dinara satıram. Dəvənin qiyməti 12 dinardır. Peyğəmbər çıxarır, 12 dinar verir. Deyir, mən bu dəvəni alıram, 12 dinardır. Deyir, mən deyirəm, 4 dinara satıram. Deyir, o, bu istifadə olar. Sənin ehtiyacın var 4 dinara satırsan. Bunun qiyməti 12 dinardır. İstifadə şəraitindən qətiyyən istifadə eləmək olmaz. Baxın, xahiş edirəm hər birinizdən. Onlar ki, istifadə edərək həyatlarını qurublar, bir yerə çatıblar. Buradan xoşbəxt oldu ki, xüsusi olaraq ən ciddi problem budur ki, kimisə aldatmaqla sevinəsən, məhv eləyir qəlbi, xaraba qoyur qəlbi. Kimisə aldatmaqla sevinəsən ki, aldatdım onu. Gör, nəyə sevinmirsən?
boş yerlərə əgər marağın olmasaydı dünyaya belə, marağın olmasaydı bu istifadə zamanı istifadə eləməyəcəkdi. Sən marağındır səni bu yerə gətirib gəlib çatdırdı ki, Allahın bəndələrinin düşdüyü vəziyyətdən su istifadə elədin. Hüseyn yaradılmış istifadə vəziyyətindən istifadə eləyənlərlə mübarizə elədi. Fürsətdir, İbn Ziyad şərait yaratdı, bizə mal-mülk verəcək, Hüseynin heç nəyi yoxdur, heç adamı da yoxdur, öldürsək ona nə olacaq ki? İstifadə elədilər, Müslimin təkliyindən, Hani İbn Ürvənin təkliyindən, adamsızlığından, Hüseynin adamsızlığından istifadə etdilər, nəticədə tarixin ən bədbəxt hadisəsini törətdilər. Ən bədbəxt hadisəsini. Axı, onlar haram yiyirdilər, onlar haram yemirdilər axı. Biz demişdik axı və din xadimləri deyiblər, tarixə baxırsan yazılıb, onlar Quran oxurdular, əhkam məsələlərə əməl edirdilər, şəriət qaydalarını riayət edirdilər. Bəs niyə İmam Hüseyin əleyhissalam onlara dedi ki, o qədər qarınlarınızı haramla doldurmuşsunuz ki, mənim sözlərimi eşidə bilmirsiniz? Birisi də bu cümlə məşhur cümlədir. Niyə? Fürsət yarandı onlar, çünki İbn Ziyad onlara xidmət göstərir, pul verir, yemək verir, qidalandırır. İmam Hüseyin o haramdan danışır. Fürsət düşdü, istifadə elədir. Haram adamı biganə eləyər ətrafından. Allah xilas eləsin bütün gənclərimizi, Allah xilas eləsin bütün gənclərimizi. Diqqətiniz məndə olsun. Nə baş verir? Bəzi gənclərin başına bir müəyyən hadisələr gəlir. Allah uzaq eləsin. Yenə deyirəm, onlar üçün dua etmək lazımdır, kömək eləmək lazımdır. Kim nə bacarırsa etməlidir. Müəyyən uyuşdurucu vasitələrin əlində aciz qalıblar. İstifadə nəinki, haram nəinki imama qarşı. Heç haram insanı elə bir şəraitə gətirir, gəlirsən, ana tanımırsan, ata tanımırsan. Ananın sepini uğrayıb aparıb satırsan, atanın sepini uğrayıb satırsan, qolbağını uğrayıb aparıb satırsan. Bu yerə gətir, səni məst eləyir, səni özü özündən alır, məhv eləyir səni. Belə məhv edir adamı. Bu rahat söz deyil. Vallahi Allah şahidi təəssüf edirəm bu sözləri özümün danışmağıma. Allah şahiddir. Kaş mərhum ustad olaydı, bunları dəqiqliklə sizə izah eləyəydi. Vallahi hissiyatıma qapanı demirəm. Kaş bu gecələrdə onu dinləmək fürsəti yenə əlimizdə olaydı, kaş. Və həyatın məsələləri həll eləməyincə mən Hüseyni aşiqəm ifadəsi məhv olmaqdan başqa bir şey deyil. Həyatın məsələləri həll olmalıdır. Hüseyn həyat vermək üçün, sağlam həyat vermək üçün gəlirdi. Sağlam həyat. Bunlar həll olmayınca düzəlməyəcək. Çətin olacaq. Çətinliklərimizin bəlkə də əsas səbəbi budur. Haram insanı ana-atadan ayırır. Haram insana qardaş, bacı məhəbbətini unutturur. Dünya malı insana qardaşını unutturur. Dünya malı deyəndə xahiş edirəm, bilin ki, dünyada olan hər şey neymətdir. Onlara münasibətdən danışıram. Dediyimiz, onlara göstərdiyimiz sevgidən. Hər şey unutturur adama. Dəyərlər çıxır əldən. Musa Peyğəmbər demişəm və qısa edirəm hadisəni. Musa Peyğəmbərin ətrafında varlar. Musa əleyhissalam bəyan edir onlara. Allah dedi, ya Musa, istəsən bir dənə onlara çarxalayım, əleydən kesirim, gör kim qalacaq, kim gedəcək. Bunlara çox etibar eləmə. Deyirlər, bunlar mömin deyirlər, yəni bunlar mənim ətrafımdadırlar. Deyirlər, hələ xoş da ətrafındadırlar da. Deyirlər, imtihan elə. Bunlar da çaydan balıq tutmaqla öz gün güzaranlarını düzəldirlər, satırdılar. Xülasə, Allah əmr elədi Musa Peyğəmbərə, bax, Musa, qadağa qoymamışdın ki onlara. İndi de onlara de ki, 6-cı gün sudan balıq tutmaq haramdır. Musa Peyğəmbər dedi, gör hələ hansı səviyyədə qalıblar ki, balıq tutmaqla imtihan olunurlar. Ki, balıqla imtihan olur. Deyirlər ki, 6-cı gün balıq ovu haramdır. Musa Peyğəmbər dedi, deyirlər, yaxşı. Baxırlar, 6-cı gün balıq çıxır suyun üzünə,
Balıq suyun üzündədir. Axtarmağa ehtiyac yoxdur. Qalan günlər balıq görsənmir, dərinlikdədir. Baxdılar balığa, baxdılar Musaya. Dərhal Musa Peyğəmbər satıldı. Bilmirəm də o dövrdə kifal olub, kütüm olub ya yox. Dərhal Musa Peyğəmbər satıldı bir neçə balığa. Bir neçə nəfər az adam qaldı Musa Peyğəmbərin yanında. Allah Musa Peyğəmbər qəmgin oldu. Narahat oldu Musa Peyğəmbər. Narahat oldu. Allah misal buyurdu, Musa gördün. Bunların içlərinə bələd olmaq lazım. Gördün bunları, bir balığa satdılar səni. Bir balığa dəyişdilər səni. Sonuncu Peyğəmbərin zamanıdır. İslamın əvvəlləridir. Bir nəfər vardı, Əshab-ı Süffə deyərdilər ona. Doğrudan maraqlı bir hadisədir. Niyə görə Əshab-ı Süffə deyirlər? Ayrı-ayrı ölkələrdən, yerlərdən ki, ərazilərdən ki, iman gətirirlər, Peyğəmbərə gəlirlər Mədinəyə. Mədinədə axı bunların evləri yoxdur. Bunlar qaçırlar, iman gətiriblər, gəlirlər Mədinəyə. Süffə səkiyə deyərlər. Səki əvvəl kəndlərdə yoxdur, səki olurdu. Yollarda, xüsusən ümumi yerlərdə. Mədinədə bunlar səkinin üstündə yatırdılar. Ona görə bunlar deyirlər Əshab-ı Süffə. Hətta Peyğəmbər tapşırırdı ki, Mədinəlilərə, hərəniz misal üçün bir gecə birini aparın evinizə. Belə də onlara xidmət edin, onların evləri yoxdur. Kömək edin onlara, bir rahat yerdə yatsınlar. Xülasə, biri vardı bunların namazın əvvəl vaxtı məsciddə olurdu. Peyğəmbər həmişə gəlirdi, görüb oturub, əyləşib məsciddə. Amma çox kasıb idi. Peyğəmbər dedi, ilahi, görürsən necə sənin azan vaxtını gözləyir, görürsən necə səni sevir. Bunun üçün bir şərait yaradı. Peyğəmbər onun üçün ruzi duası etdi. Səhər görürlər ki, bir avişnoy açıb. Varıdır. Peyğəmbərin duası qəbul olub. Bir gün, 2 gün, 3 gün, Peyğəmbər bir gün namaz vaxtı onun meyvə tələbə satırdı, onun qarşısından keçirdi, görüb orada dayanıb satır. Bir alver eləyir, alver gedir burada. Namaz nədir, məscid nədir? Peyğəmbər dedi ona ki, niyə görə getmirsən məscidə? Dedi, ya Rəsulullah, sən get, mən də gələcəm. Alverin ən şirin vaxtıdır. Cənab-ı Cəbrail nazil oldu. Ya Rəsulullah, bu pis deyildi ya məsciddə olanda, burada korlandı. İzah edə bilirəm. Bəzən adamın başına dünya belə qarışdırır. 3 dəqiqə ilə heç nə olmaz. 3 dəqiqə yox. 1 dəqiqə bəs edir ki, 1 dəqiqə çoxdur. 1 dəqiqə bəs edir ki, insan ölsün. Çoxdur 1 dəqiqə. Yəni, can versin və salam bitsin ondan da. 3 dəqiqələrə etibar eləmək olmaz. 5 dəqiqələrə etibar eləmək olmaz. Ha, fikirləşib ki, gedəcəm də, məscid orada, namaz orada. Qılacam da mən. Peyğəmbər çox narahat oldu. Adam kəşf Peyğəmbərin halını təsəvvür edə bilər ki, Peyğəmbər onun imanı üçün çalışırdı. Satsaydı problem deyildi, bağ sevdi, qarışdı, başını qarışdırdı alverə. Diqqəti yönətdi ora. Cənab-ı Cəbrail nazil oldu. Allahdan sənə salam var, ey Allah Rəsulü, Allah buyurur ki, qabaqki halı yaxşı idi, yoxsa indiki Peyğəmbər budur, kaş qabaqki halında olaydı. Neçə müddət sonra deyirlər ki, yenə məsciddə əvvəl vaxtında idi. Görək alsınlar əlindən məscidə gedəsən. Niyə görə möminlər kasıbdılar? Razılaşarsınız da mənlə. Allah özü bilə-bilə kasıb edir möminləri. Bir şey verirsə əllərində, çayxanada otururlar, məscidə gəlmirlər. Qrup dəyişir, auditoriya dəyişir, orada da əyləşə, orada oturur, məscidə gəlmir. Çünki artıq da başqa bir dairə ətrafı var bunun. Bu ətrafla məscidə girmir ki, yox, biz daha bir oliqarx həyat yaşayırıq, biz başqa möminlərdənik. İldə 5 nəfər də göndərirəm mərbəyinə də, sən özvü Hüseyni eləmək istəyir, İmam Hüseyin. Göndərməyin yaxşıdır, gözəldir, bunlara heç bir problemi, amma göndərmə ilə deyil, sənin özvə İmam Hüseyin öz rəngindən qatmaq istəyir. Yəni, belə deyək, belə eləmə ki, canımı qutarım, ya Abdillah, göndərdim də mən. Yəni, bunu da elədim də. İzah eləyə bilirəm məsələni. Belə can qutarma. Ya, can qutarmaya, canımı məhv eləyəcəksən belə. İmam Hüseyin deyir, atım da var, qılıncım deyir. Yox, nə atıva ehtiyacım var, nə qılıncı var. Nə edirəm sən atıva qılıncı?
Hüseyn bir nəfəri Kərbəlaya hərəmə aparmaq istəsə, nə sənin pulva ehtiyacı var, nə gücvə ehtiyacı var. Qətiyyən ehtiyacı yoxdur. Mərhum Ustad Behçət deyərdi, Kərbəlaya getmək istəyəndə Allahdan istəməyin, ilahi mənim üçün pul yetir, Kərbəlaya gedim. Sən Allahdan doğrudan Kərbəla istəyirsənsə, Kərbəla istə. Ya özünü aparacaq, ya Hüseyni hüzuruma götürəcək. Ya sən gedib Hüseyni görəcəksən, ya İmam Hüseyin gəlib sən tapacaq. Belə rəftar qur, şərt qoyma Allah üçün. Bunları şərtləndirmə. Kərbəlaya getmək üçün görək pul lazımdır, filan şey lazımdır. Yox, Hüseyin lazımdır sənə, Hüseyin ürəyini aram eləyəcək. Bir gün bir halda olacaqsan ki, İmam Hüseynin sevgisindən az qalacaq, canın çıxsın bədənindən. Mənası budur ki, İmam Hüseyin yanındayam, bu dəqiqə mən gəlmişəm. Mənası budur. Dəyişmə, hər şey əldə elə, hər şey əybi yoxdur olsun sən, amma sevgi göstərmə, özünü itirmə, başını itirmə. Əsas məsələ budur. Biz salavat deyək. Əsas məsələ budur ki, özünü itirməyəsən. Bu məclislər niyə gözəldir? Burada əsl özümüzü tapırıq. Görürsən, öz halımız da şirin olur, rəftarımız da şirin olur. Xoş gəlir bizə. Adam ağlamağa gələndə şad olar. İmam Hüseyin məsələ ağlamaq deyil. Məsələ İmam Hüseyinə kimi yanğı yaranır ürəkdə. O yanğı dünyaya nə qədər iplər atmışdın, nə qədər qırmaqlar atmışdınsa, hamısını qırır, qaytarır səni özvə. Tapırsan ki, ay Allah, mən nə xoşbəxtəm indi. O əşyanın dalıca, o yeməyin dalıca, o maşının dalıca qaçmaqdan yorulmuşuq. O yorub bizim ruhumuzu. Bizi yoran odur. Keçid aldım buradan dərhal. Bunu qısa eləyəcəm, söz verirəm sizə. Bir də deyirlər bizə ki, bu deyirlər bağlanma, ürək vermə. Bir də deyir bizə Quran-ı Kərim ki, sevgini sakit saxlama, sevgini dağıt. Seviləsi uyğun olmayan şeyləri sevmə, bunu bildik. İndi neynə? İndi sevgini bölüşdür, sevgini payla. Atavı sevgisiz saxlamısan, anavı sevgisiz saxlamısan, uşağı sevgisiz saxlamısan, qonşuvu sevgisiz saxlamısan. Deyir, yox, sevgini dağıt. Görürsən, din deyir ki, qohum-əqrəbəyə baş çəkmək. Elə bilirsən ki, qohum-əqrəbəyə baş çəkməsəm nə olar ki, İmam Hüseyin məclisinə gedirəm. Deyir, olmur. Deyir, olmayacaq belə. Belə düz deyil. Evlada sevgi göstərməlisən, məhəbbət göstərməlisən. Bir o öpəndə sən 3 öpməlisən. Deyir, burada sevgi ver. Burada sevgi payla. Sevgi payla ki, artsın. Biganə qalma. Gözləmə, bir hadisə çıxıb. Hadisəni sən duymusan ki, mən bacararam. Elə? Özündən qabaq burada kimisə buraxma. Yusari'unə fil xeyrat. Tərif edir Allah bəndələri, deyir, xeyr işlərdə tələskəndilər. Qaçırlar qabağa ki, mən eləyim. Bu yük başqasının üzərinə düşməsin, mənim üzərimə düşsün. Yaxşı, yatanlar uyansın, deyirdən salavat deyək. Allahümmə səllə alə Muhammed. Sizdə təqsir yoxdur ya, mən yatırdıram sizi. Azına çağlı mövzulardan danışasan, müharibə filan, yuxular qaçsın. Bu dəqiqədə sən bayırda bir dənə maşın obrunub, mən gələndə pis vurmuşdu, hamının fikri qalacaq orada ki, yuxu da gəlməyəcək. Bir dənə gelib görüm, necə vurub onu? Sığorta ilə həll elədik, yoxsa öz aralarında həll elədik. 5-10 manat pulumuz var cibimizdə, sən elimizdən ki, bağlanma ora. Başqa neyin gün güzaramız yoxdur əlimizdə. Xərcləməlisən sevgini, pay verməlisən sevgindən. Uzaq misal desəm sizə, deyəcəksiniz ki, rəvayət danışırsan, tarix danışırsan. Yaxın misal deyirəm sizə. Mərhum Ustad niyə görə sevilirdi? İncəsənət xadimi sevirdi onu. Dindar sevirdi onu. Təfəkkür tərzi pozulub, istəmirəm belə deyim, indi belə qoyaq adını. Bir adam ki, hacını sevir, o ateist deyil. Ateist sevirdi onu. Deist sevirdi onu. Belə deyən yox. Sənətkar sevirdi, aktyor sevirdi, nə bilim, jurnalist sevirdi, aparıcı sevirdi.
qoca sevirdi, uşaq sevirdi, cavan sevirdi. Nədir də bunun? Çünki pay ayırır. Hamıya sevgisindən pay ayırır və ayırmağı bacarırdı. Uzaq rəvayət deyir ki, dünəmizdir də bizim. Dünəmizdir və bu bərəkət onun bərəkətidir, yəni burada bu məclis onun bərəkətindəndir. Etiraf eləyir, mənim bərəkətindən deyil, onun bərəkətindəndir. Ki, İmam Hüseyni düzgün tanıtırdı, düzgün təqdim elədi. Çoxunuz uzaq yoldan gəlmişsiniz. O sevgidir ki, onun sizin ürəklərinizdə yerləşdirdiyi İmam Hüseyin məhəbbəti ki, bugün buradasınız. Sevgisindən pay ayırırdı. Qısalmırdı, sevgi tükənmirdi. Çünki ayırırdı. Hamıya vaxt ayırırdı. Görürdü ki, bir adam inciyən adamdır, biraz küsən adamdır. Xüsusi olaraq heç kimin xəbəri olmurdu. O ilə xüsusi bir vaxt ayırdı, ona yazırdı ki, neynirsən, necəsən, ona da vaxt ayırırdı. Küsmək təqsiri özündədir, amma onun işini qoymurdu çətinləşsin. Ona vaxt ayırdı ki, küskünlüyündən özü əziyyət çəkməsin. Təqsir məndədir, qoy özünü günahkar bilməsin. Təqsir məndədir, sənə yad eləməmişim. Təqsir bunda deyil, təqsiri boynuna götürüb. Kim cəmiyyətdə kimisə qınlayırdısa, deyirdi, təqsir məndədir. Təqsir bunda deyil. Övliyalar belə olur. Allah övliyaları belə olur. Bəzən heç danışmırlar. Bəzən onlar danışmırlar. Onlar hər şey ümumiyyətlə danışa bilməyiblər heç vaxt. Yadınızda qalsın. Onlar bəzən ürəkləri ilə cəmaatı döndəriblər. Qəlbləri ilə cəmaatı istiqamət veriblər. Söhbətləri ixlaslı idi, susmaqları ixlaslı idi, davranışları ixlaslı idi. Bir adam ürəyini açıb qoyub xalqın yolunda da. Kim nə qədər pay istəyir, götürsün burada. Hamıya da çatır. Təsəvvür edirsiniz, bir nəfər bu qədər xalqı necə sevirdi? Deyirdim, Allah dünən danışdığı, Allah insanı yaradanda ürəyini məhəbbətlə, sevgi ilə dolu yaradıb. Ürək sevgi ilə dolu idi. Sonra düzgün olmayan tərbiyənin nəticəsində sevgi dağıldı ora-bura. Dağıldı, qalmadı insan üçün bir şey. Düz tərbiyə eləməyəndə. Quran-ı Kərimin bir ayəsini deyirəm, yekunlaşdıram yavaş-yavaş. İmam Hüseyin özü şahiddir ki, hər gecədən qabaq fikirləşirəm ki, nə inəyək? Bütün bu dünyalı olan bağlarımız qırılsın, yəni ürəkdən ya Əbu Abdillah deyək, vurulaq İmam Hüseyinə bitsin bu məsələlər. Bu bir gün bitməlidir də. Bu bir gün bitməlidir. Adam nə qədər qazanar, bəd xərclik eləyib yersiz yerə xərcləyər, qazanar, xərcləyər. Hər il Məhərrəmin 10 günü qazan, yenidən pis yerlərə, uyğun olmayan yerlərə xərcdə tükənsin, geçsin. Adam yorulur bununla. Adam istəyir İmam Hüseyin gəlsin, bir əlini qoysun adamın, başına sığal çəksin. Bir dənə əmin eləsin adamı ki, narahat olmayın, qurtaracam sizi. Day siz də beləsiz də. Bir gün qurtaracam sizi bu yersiz sevgilərdən, yersiz məhəbbətlərdən. Quran danışır, möminlərdən danışır. Buyurur ki, onlar ehtiyacları olduqları halda qohumlarına baxardılar. Bir dostumuz var, adını çəkmirəm, çünki burada onu tanıyanlar var, onun atası xəstə idi. Vallahi dəhşətə gəldim onun sözündən. Atası xəstə idi, biz getmişdik regionların birindədir, getdik, baş çəkdik, həm özündən neçə vaxtdır şəhərdə qalır, amma atasına görə öz rayonlarında idi, getdik, baş çəkdik. Atasının vəziyyəti deməli biraz çox narahat olub, heç danışa bilmirmiş, indi danışır. Artıq danışır, özündədir, halı özündədir, nisbət etibarilə. O da bir söz işlətdi. Baxdım ki, onu elə söhbət əsnasında dedi, onu hazırlaşmamışdı o söz üçün. Dedi ki, nə yaxşı Allah atamı qaytardı bizə ki, ona xidmət eləmək əlimizdən çıxmadı. Vallahi böyük bir şeydir bu. O dediyim adamın da bir ürəyi var ki, bir qəlbi var ki, şəhid ailələrinin yanındadır, şəhid ailələrinin xidmətindədir. Şəhid ailələri var ki, hər gün yığır. Şəhid ana sözü deyir ki, hər gün səhər 9-da yığır ki, necəsən, bugün necə oyanmısan, halın yaxşıdır. Bu niyyətdə olan adamlar, xidmət niyyətində olan adamlar, insanlara sevgi göstərə bilən adamlar Allah tərəfindən bəyənilmişdir, İmam Hüseyin yanında olacaqlar. Ən gözəli budur. Və baxmışam ona ki, heç kimin malındasa, nəyindəsə, vallah billah gözü yoxdur.
Dünyaya bağlılıq iyi gəlmir ondan. Ürəyi dəyişib. Çünki sevgi ötürür. Sevgisindən pay ayırır. Çətindir. Xidmət eləməyin zəhməti çox. Biz sevməyi bacarırıq. Sevməyi bacarırıq ki, İmam Hüseyin məclisinə gəlib çata bilmişik. Amma elə bilirik ki, gündəlik insanlara, ətrafımızda olan hadisələrdə, insanlara cəmiyyətlə bağlı, bizim qarşımıza çıxan hadisələrdə sevgi göstərmək Hüseyni olan sevgi deyil. Bax, səhvimiz buradadır. Anamıza, evladımıza, ailəmizə, balamıza, atamıza sevgi göstərmək İmam Hüseynə sevgi göstərməkdir. Başa düşə bilirsiniz? Bu sevgi prosesi işləməlidir, daimi işlək olmalıdır. İzah edə bilirəm. O diyansa sən İmam Hüseynə sevgi layiqincə göstərə bilməyəcəksən. Daim işlək olmalıdır. Hamıya sevgi göstərirsən, qarşılığında məhəbbət göstərirlər, sən də başlayırsan ruhunda ucalmağa. Onlar səni dua edirlər, ruhunda başlayırsan ucalmağa. Xüsusi olaraq yetim uşaqlar da onlara sevgi göstərəsən. Bilirsən ki, qohum əqrabanın içində var. Lazım deyil, nəsə çörək aparıb vermək. Çox vaxt çörək aparıb vermək deyil məsələ. Onun ata nəvazişinə ehtiyacı var, atası yoxdur. 3 yaşında yetim qalıb, 5 yaşında yetim qalıb. Onun atası yoxdur. Onun bir dənə nəyə ehtiyacı var? Götürəsən bir, onu parkda aparıb gəzdirən yoxdur. Sən evladlarını gəzdirirsən, onu gəzdirən yoxdur. Onun buna ehtiyacı var. Şunu aparıb parkda gəzdirəsən, ona bir saqqız alıb, balaca bir şeylə onu sevindirə biləcəksən. Məsələ sənin ürəyindir. Sənin ürəyin... Axı, biz Həzrət Əli demirik, Həzrət Əlinin yaşayış tərzi niyə yaşayışımıza oxumamalıdır? Belə deyil, yetimlər atasıydı. Hardan başlayıb? Can verir. İnsanın ən çətin vaxtı can verən vaxtı deyil. Can verir. Nəfəsi gedir Əmir-əl-Müminin. İmam Həsən yalvarış baxışları ilə baxır ki, nə olar bir də qayıdaydı. Bir də özünə gələydi, Əmir-əl-Müminin açıb gözlərini baxaydı mənə. Son nəfəsində bu söz deyir. Oğul Həsən, aleykum bil əytam, yetimləri sizə tapşırıram. Göz hardan başladı? Sevgini dağıt. Sevgini 2-3 evladında saxlama. Sonra Hüseynin balalarını o cür istədiyin kimi yana bilməyəcəksən. Çünki sevgini saxlamısan. İnkişaf eləməyə qoymursan, boğmursan sevgini. Nəfəs ver, ürəyindəki sevgiyə nəfəs ver. Nəfəs vermək isə ətrafı olan sevgi, ətrafda olanlara sevgi göstərməkdir. İndi hər birinizin həyatında bir xidmət növü olub da, xidmət eləyəndən sonra ürəyiniz necə aram olub? Göz necə adamın ürəyi aram olur? İnsanın ürəyi necə aram olur, necə gözəl olur? Çünki ürəkdə olan sevgi xəzinəsinə nəfəs verməlisən ki, artsın. Nəfəs verməsən, o artmayacaq. Artmayacaqsa, böyük şəxsiyyətləri sevmək çətinləşəcək. Çətin olacaq. Niyə mən Hüseynə keçən ilki kimi yananmıram? Çünki keçən il Məhərrəm ayına gələnə qədər çox adama xidmət göstərmişdim. Bu il az eləmişsən. Bax, cavabı budur. Bu il az xidmət göstərmişsən. Biraz xidmət eləmişsən, sonra demişsən ki, qədrin bilən yoxdur da eləməmişsən. Bu ildə İmam Hüseyin deyirsən ki, mən neçə ildir sənə xidmət edirəm məclislərimdə, güya sən qədir bilmişdin elə. İnsaflı ol. Mən səni dahi çağırmıram. Mən səni çağırıram. Yekunlaşdırıram. Sevgini paylamaq lazımdır. Artsın. Xüsusi olaraq atanaya. İmam Sadiqə deyirlər ki, atanama xidmət göstərmək deyirsiniz. Axı, atanam dünyasını dəyişib. Amma sağlığında onlara çox yaxşı baxmışam. Bacardığımı eləmişəm. İndi dünyalarını dəyişiblər. Yenə onların haqqı qalar mənim boynumda. İmam Sadiq əleyhissalam buyurur ki, vaxtında onların qəbirlərini ziyarət eləməsən, eləsə belə sağlığında üstülərinə qışqırmısan. Ağ valideynsin. İmam Sadiq bilirsiniz niyə baş salmaq istəyir? Yəni, ata dünyasını dəyişsədir. Yəni, o qədər sənin üçün sevimli deyil gedib arada onun məzarını ziyarət eləyəsən. Axı, gözləyir yol bu. Sən yol bu gözləyir. Mənim işim çoxdur. Sən nə iş həll eləyəcəksən? Nə iş həll eləyəcəksən? Sən nə işin var? Sən kimsən? Sənin işin olsun. Nə işin var da sən? Gecədən səhərə qədər canlı sənin yanında qoyan anavın qədrini bilmirsənsə,
gecələri yatmayan, yemək az olanda yeməyib sənə yedirdənin qədrini bilmirsənsə, bu gözün qabağında olan dəyərləndirə bilmirsənsə, buna sevgi verə bilmirsənsə, İmam Hüseynə sevgi göstərməyə gücün çatmayacaq, istəyəcəksən gücün çatmayacaq. Gücün çatmayacaq. Əmir əl-Müminin buyurur ki, bir kənddə bir nəfər acından ölsə, bütün kənd qatildir. Sözün əzəmətinə baxın. Həssaslıqla hissi yanaşma məsələyə, biraz dərin yanaşmaq lazımdır. Dünyanın bir yerində uşağı ağlayırsan, amma qonşuluğunda yetim uşaqdan xəbərin yoxdur. İzah edə bilirəm, hissi yanaşma, dərin qatla yanaş məsələyə. Daha dərin yanaş. Ki, biganə olmayasan. Allahdan bir ürək istə. Bu gecələr duaların qəbul olan gecələrdir, elə deyil. İmam Hüseynin yanındayıq. Belə təsəvvür edin. Belə təsəvvür edin ki, İmam Hüseynin xeyməsindəyik hamımız. İmam Hüseynin xeyməsindəyik. Əyləşmişik bu xeymədə. Nə dua eləyək? Allah vəlisi yanımızdadır. Nə dua eləsək burada qəbul olar? Nə dua eləsək qəbul olar da, hə? Ki, bu dua, ilahi, bəndələrə xidmət göstərməyi mənə nəsib elə. O mühüm budur. Mühüm budur. Gələn il İmam Hüseyn məclisinə gələndə canım yorulsun, amma təkcə öz ailəmin xidmətində deyil. Canım yorulsun, amma cəmiyyətin yolunda yorulsun. İnsanların yolunda yorulsun. İlahi, elə canımı yor insanlara xidmət eləməkdə və gözləntim də olmasın. Yut'imunə təamə ələ hubbihi. Özlərinin ehtiyacları olduğu halda qapıya gələni ələ boş qaytarmadılar. Bir gün miskinə, bir gün yetimə, bir gün yolda qalana. Sonra nə buyurdular? İnnəmə nut'imukum, Əhl-i Beytin gözəlliyinə baxın. İnnəmə nut'imukum li vəchillah. Allaha görə yedirdik sizi. Çox sağ ol da çox görür özünə. Təşəkkür edirlər ona. Onu da çox görür əli özünə. İnnəmə nut'imukum li vəchillah və la nuridu minkum cəzaən və la şükura. Nə olanda qaytararsın, nə də çox sağ ol istəyirik sizdən. Tə ki, siz aram olun, tə ki, siz rahat olun. Bizim ağamız da Əmir əl-Müminin. Özümüz üçün ilahi rəhbər seçmiş onu. Böyük seçmişik. Bizim əmirimizdir. Bizim başımızın tacıdır Əmir əl-Müminin. Amma küçədən keçir, görür ki, uşaqlar oynayırlar. Nigaran qal. Bu son sözümdə yormayacağım, keçirəm artıq. Cəmiyyətdən nigaran qal, xahiş edirəm sizdən. İnsanlardan nigaran qalın. Hər gün məclisə gəlirik də misal olaraq, hə? Bilirsiniz də, mən şablon istəmirəm olsun. Hər gün məclisə gəlirik. Hər gün birini yaxşı gördüm, bir gün bir dostu biraz narahat görmüsən. Niyə nigaran qalmayasan ki ondan? Elə deyil. Nigaran qal ondan, gör, nə olub görəsə ona? İnsanların halından nigaran qal. Görsən, biri misal üçün çox sızıldayırdı. Görəsən, nə dərdi var, ay Allah? Yaddan çıxar, özvi. Yaddan çıxar özvi. Əsl özvi tapmaq üçün bu saxta özü unutmalıyıq, atıb, çıxarıb atmalıyıq. Bu libas kimidir, bir gün bizə ziyanı olacaq.